Ölkədə fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramlı günlərində martın 19-dan 31-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanuna müvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınmasına, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verir. Sərnişin sıxlığını qarşısını almaq üçün xətlərə lazımi sayda əlavə nəqliyyat vasitələri mütləq qaydada buraxılacaq. Eyni zamanda qeyd edim ki, bayram günləri ilə əlaqədar bölgələrə üz tutacaq vətəndaşların çoxsaylı vətəndaşların müraciətlərini nəzərə alaraq vətəndaşlar mütləq qaydada öncədən biletlərini onlayn qaydada əldə etsinlər. Qeyd edək ki, hazırda bu portalda 80 istiqamətdə 51 şəhər və rayona bilet almaq mümkündür və bu platformaya inteqrasiya edilən reyslərin sayı 311, avtobusların sayı isə 357-dir.